Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Şeyh Salih Fevzan Hafızallah'ın kitabı tövbeden devam edirik. 4. bölüm 3. fəsil. İslam ümmətinin bidətçilər barəsində olan mövqeyi necə olubdur? Və Əhl-i Sünnə və Cemaatın onlara Əhl-i Bidiyə onların rəddiyəsində olan mənhəci. Şeyh Salih Fevzan deyir ki, Əhl-i Sünnə və Cemaatın bidətçilər barəsində mövqeyi Əhl-i Sünnə və Cemaat davam etdi olaraq Əhl-i Bidələrə, bidət əhlinə rəddiyələr veriblər və onların o bidətlərini onlara inkar ediblər və onlara birbaşa o bidətlərini yerinə yetirməyə mane olublar. Buna bir neçə misal çəkmək olar. Ümmü Darda radiyallahu anhadan gələn hədisdə demişdi ki, Əbu Darda mənim yanıma gəldi qəzəbli halda. Dedim ki ona ki, nə olub sənə? Dedi ki, Allah and olsun ki, bunlar Muhammedin sallallahu aleyhi ve sellem işinin üzərində bir şey üzərində deyirlər. Yalnız namaz qılırlar cəmaat şəklində. Cəmaatı görür bir toplum vəziyyətdə, bidət əməllərini görür onların. Deyir ki, bunların bir dənə fərq, uyğunluğu cəmaat şəklində olmaqlardır, namaz qılmaqlardır. Böyle bir söz değil. Orada bidətlər, zikirlər, zatlar olur. Bidət ona göre. İkinci misal olarak Ömer ibn Yahya demişti ki, eşittim ki atam öz atasından danışır, rivayet ederek danışır ki, deyir Abdullah ibn Məsudun qapısında oturardıq sübh namazından önce. Çıxdıqda onunla bir yerdə məscidə gedərdik. Yəni Abdullah ibn Məsud alim olubdu. Bunlar onu gelib sübhdən qabaq qapısında oturardılar, çıxardı məscidə gedənə kimi. Ondan soruşardılar, öyrənərdilər bu formada. Və deyir, Abu Musa el-Əş'ari gəldi deyir bizim yanımıza və dedi ki, Abu Abdurrahman çıxıbdı mı? Hələm çıxmayıb mı? Belə sual verir. Abdullah bin Məsudun künyəsi Abu Abdurrahman idi. Dedik ki, xeyr. O da bizimlə oturdu, hətta o çıxana kimi. Abdullah bin Məsud, yəni evindən çıxana kimi. Elə ki, evindən çıxdı, ona tərəf hamımız durub getdik, ona tərəf durduq və dedi ki, Abu Musa el-Əş'ari dedi ki, Abu Abdurrahman, mən məsciddə bir şey gördüm ki, elə bir şey gördüm ki, onu inkar elədim. Yəni özümü baxdım, ya bu yəni sünnədən deyil də bu əməl, yəni inkar elədim. Və ləm ara vəlhamdülillah illə xayran. Yəni وَلَمْ أَرَى وَالْحَمْدُ لِلّٰهِ خَيْرًا. Yəni həmin əməli xeyir kimi olduğunu görüb da sanki. Yəni zahirdə görsən ki, bu xeyir eləməsidir. İbn Məsud da deyir ki, nədir o? O da deyir ki, yaşasan görəcəksən. Yəni gedək məscidə görəcəksən deyir. Deyir məsciddə deyir, bir qövm gördüm, elm məclisi qurub, halqa qurublar, belə quruq yaradıblar, oturmuş şəkildə namazı gözləyirlər. Hər bir halqanın başında da bir kişi var, əllərində balaca daşlar var. Deyir ki, onlara ki, kəbbiru miyə, 100 dəfə Allah Ekber deyin. Onlar da 100 dəfə Allah Ekber deyirlər. Deyir, həllilu miyə, 100 dəfə la ilahe illallah deyin. Onlar da onu deyirlər. 100 dəfə Subhanallah deyin, onlar da onu deyirlər. Deyir, bəs sən onu nə dedin? Deyir, mən bir şey demədim, sənin rəyini gözləyirəm. Abu Musa el-Əş'ari deyir ki, mən sənin rəyini gözləyirəm. Yaxud ki, əmrini gözləyirəm. Belə bir söz. Qalə əfələ əmərtəhum ən yəuddu seyyiətihim. Yəni, onlara əmr eləmədimmi ki, onlar öz günahlarını saysınlar. Mən onların yaxşılıqlarından bir şeyin zay olmamasına zaminam. Yəni, öz günahlarını saysınlar. Mən yaxşılıqlarından bir şeyin zay olmamasına onlara zaminam. Sonra yoluna davam elədi və biz də onunla gəldik. Hətta o halqalardan birinə yaxınlaşdı. Cəmaat quruq şəklində oturublar. Yaxınlaşdı və üzərində durdu. Dedi ki, bu nə şeydir siz edirsiniz də, siz görürəm bunu edirsiniz. Məhədəllədir, arakum təsnaun. Yəni sizin bu etdiyiniz nədir, mən görürəm. Günahlarınızı sayın, mən sizə yaxşılıqlarınızdan bir şeyin zay olmamasına zaminam. Siz günahlarını sayın. Vayhakum ya ümmətə Muhammed. Ey Muhammedin ümməti. Vay olsun sizə. Mə əsrə hələkətukum.
Yəni sizin həlakınız, siz nə tez həlak oldunuz, yəni tez həlakə düşdünüz. Bax ki, bunlar Muhammed sallallahu əleyhi və səlləm sahabelərdirlər, yaşayırlar. Bu onun paltarıdır, köhnəlməyib. Bunun qabıdır, qablarıdır, qırılmayıb. Nəfsim əlində olanı and olsun ki, ya siz Muhammed sallallahu əleyhi və səlləm Muhammed sallallahu əleyhi və səlləm ümmətindən daha doğru yoldasınız və yaxud da siz zəlalətə qapı açıbsınız, qapı açanlardansınız. Yəni onlardan da daha ümmətdən daha yaxşı yoldasınız ya da ki zəlalətə qapı açanlarsınız. Onlar dedilər ki, ey Əbu Abdurrahman, Allah'ın da olsun ki, biz bununla yalnız xeyir istədik. Yəni başqa niyyətimiz yoxdur, xeyir istəyirik. O da deyir ki, nə qədəm xeyir istəyən var idi ki, o xeyrə isabət eləməyib. Yəni, nə qədəm insanın niyyəti xeyir istəyə bilər, amma əməl düz olmaya bilər. Çünki bir əməlin qəbul olunmasından ötə iki şərt lazımdır. İxlas, bir də tabiçilik. Sənin niyyətinin, ixlasının ola bilər ki, bu Allah üçün də xeyir istəyə bilərsə, amma tabiçilik olmalıdır. Yəni, Muhammed sallallahu əleyhi və səlləm tabi olmalısın. Deyir, Rasulullah sallallahu əleyhi və səlləm demişdi ki, bir qövm barəsində bizə danışmışdı ki, onlar Kur'an'ı oxuyacaqlar, onların boğazlarından keçməyəcəkdir. Allah'a and olsun ki, bilmirəm, ola bilsin ki, onların çoxu, yəni Muhammed sallallahu əleyhi və səlləm zikr elədiyi o qövmün çoxu sizdəndir. Yəni xavariclərdə ola bilsən. Sonra onlardan uzaqlaşır gedir. Ömer ibn Sələmə deyir ki, radiyallahu anh, deyir ki, Ra'ayna ammətə uləikə yuta'inunənə yevmən nəhravan məl xavaric. Onların çoxunu Nəhravan günü xavariclərlə bir yerdə bizi vuran gördük qılıncdan. Xavariclərlə bir yerdə bunları vururdular. Bu bidət edənlərin. Üçüncü misal olaraq bir kişi İmam Məlik ibn Ənəsin yanına gəlir, rəhməhullahın, və deyir ki, hardan ehram edim? Ehramı hardan edim? O da deyir ki, Rasulullah sallallahu əleyhi və səlləm qoyduğu miqatdan. Deyir, oradan miqat edim, oradan miqat elə. Kişi də deyir ki, ondan da uzaqdan eləyim mi? Biraz da o tərəfdən. O da Məlik ona deyir ki, lə ara dəlik, bunu görmürəm də, burayı da deyirəm mən. O da deyir, kişi ona qayıdıb deyir ki, yaxşı, nəyə görə sən bunu bəyənmirsən? Deyir, bəyənməməyim sənin üçün fitnədən qorxduğumdur. Yəni, qorxuram sənin üçün sənə fitnə olar. Yəni, əkrahu aleykəl fitnətə. Yəni ki, sənə fitnə gələr də, üstünə fitnə düşər. Qal, və əyyü fitnətin fi izdiyədil xeyr. Kişi də deyir ki, xeyrin artılmasında hansı fitnə ola bilər ki, elə bir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qoyduğu yerdən də biraz uzağa gedib, miqatdan eləyəsi olsa, ehramı geyinəsi olsa, niyyətlənəsi olsa, bu xeyirdir, öz aləmində elə fikirləşir. Deyir ki, xeyrin əlavəsi artıqlığında nə fitnə ola bilər? O da bu ayəni oxuyur, deyir ki, فَلْيَحْذَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Onun əmrinə müxalif olanları deyir, onlar çəkinsinlər, ehtiyatlı olsunlar. Onlara fitnə baş verər və yaxud ağrıdıcı əzab. Yəni, Muhammed sallallahu əleyhi və səlləm əmrinə müxalif olmaq insanı fitnəyə salar, fitnəyə düşər insan və yaxud da ki, ağrıdıcı bir əzab. Yəni, bundan böyük fitnə nə ola bilər sənin üçün? Sən əlavə bir fəzilət istəyirsən, deyirsən ki, xeyirdi artırmaq, hansı ki, onu Peyğəmbər sallallahu əleyhi və səlləm xüsusiləşdirməyib. Sən onu xüsusiləşdirirsən, miqat məsələsi. Buna çox misal çəkmək olar, çox misallar çəkmək olar. Alimlər bu əsrimizdə kimi də qədimdən bəri bidətçilərə onların bidətlərini inkar ediblər və onlara rəddiyələr veriblər. Sonra Əhl-i-Sünnə cəmaatın Əhl-i-Bid'ə olan Əhl-i-Sünnə cəmaatın Əhl-i-Bid'ə olan rəddiyəsində olan mənhəci, yolu. Onların mənhəci bu yolda Quran-Sünnə üzərində olubdur. Quran-Sünnə üzərində onlar olublar, rəddiyələrini belə veriblər. Hansı ki, muqani olan bir yoldur. Yəni, insan qulaq asır, məntiqlə də, ağılla da, yəni dəlillərlə də görsən ki, adam qəbul edir. Yəni, onlar nə edirlər? Birinci şübhələri gətirirlər və sonra o şübhələri pozurlar. Birinci şübhəni gətirir Əhl-i-Sünnə. Sonra şübhəni bidətçilərin şübhəsini. Və həm sonra Quran-Sünnədən yapışmağın vacibliyini
dəlil olaraq gətirirlər. Və istədilən bir kitab sünnə alə vücubu təməssükü bi sünnə. Yəni Qurandan, sünnədən dəlil gətirirlər ki, sünnələrdən möhkəm yapışmağın vacib olmasını, bidətlərin qadağa olunmasını, yeniliklərin qadağa olunmasını Quran sünnədən dəlillər gətirirlər. Çoxlu kitablar yazıblar bu barədə. Şiələrə olan rəddiyələrdə, xavariclərə, cəhmiyyələrə, mu'təzilələrə, aşairilərin məqalələrinə, bu bidətçilərin imanın əsillərində də, əqidənin əsillərində də çoxlu əqidə kitabları yazıb onlara rəddiyələr veriblər. Necə ki, İmam Əhməd Ər-Radd aləl-Cəhmiyyə kitabını məsəl üçün yazıbdır. Həmçinin onun kimi başqa olan alimlər, Osman ibn Said Dərimi, Şeyxülislam İbn Teymiyyə, onun tələbəsi İbn Qayyim rahmehullah, Muhammed ibn Abdülvahhab rahmehullah. Yəni bunlar hamısı kitablar yazıblar, əhl-i bidiyə rəddiyələr veriblər. Yəni kitablar çoxdur, qədim kitablar var. Məsəl üçün Əl-İ'tisam İmam Şatibi kitabın adı Əl-İ'tisamdır. 3 cildi təxminən, yəni baxsan ki, oxu, bax ki, nələr rəddiyələr verir də şeylərə və bidətlər nədir, bidətləri açıqlayır. Hamısını subhanallah. Sonra İqtida Sırat-ı Müstaqim Şeyxülislam İbn Teymiyyə rahmehullahın kitabıdır. Burada da kitabın çox hissəsi bidətçilərə rəddiyədən ibarətdir. Həmçinin Havadislər və bidətlərə inkarı kitabı İbn Vaddahin, həmçinin Əl-Havadis vəl-Bid'a Tartuşinin kitabı, Əl-Ba'ithu Əl-İnkar-Bid'a vəl-Havadis İbn Şəmə, bu da bidətlərə və hadisələrə olan inkar rəddiyələr, bu kitablar yəni bidətlərə olan rəddiyələrdir, bunun üçün yazılıbdır. Bu köhnə kitablarda, qədim kitablar, həm də müasir kitablarda var. Əl-İbda'u fi Madarratil İbtida' Şeyx Ali Mahfuzundur. Həmçinin Sənən vəl-Mübtədəat Əl-Mutəlliqatu bil-Əzkar və Salavat Muhammed ibn Əhməd Şuqayrinin Havamidin kitabıdır. Həmçinin Şeyx Abdüləziz ibn Bazın bir risaləsi var. Təhsir minəl bid'a, bidətlərdən çəkindirmə. Müsəlmanlar alimləri bidətçilərə rəddiyələr veriblər, olan bidətlərini inkar ediblər. Səhifə, jurnallarla, qəzetlərlə, radiolarla, cümə xütbələrindən, mühazaralarla, nədəvatlarla, yığıncaqlarla, yəni ümumi. Yəni, bunun hansı ki, əsəri də böyükdür. Yəni, bu müsəlmanlar ayılır və bidətləri isə nə olur? Son qoyulur. Bidət əhlinə də son qoyulur. Yəni, bu rəddiyələrin böyük rolu vardır, yəni bu şeydə. İnşallah gələn səfər 4-cü fəsli götürərik burada. İnşallah. Barakallahu fikum.